ayaqlarında keyləşmələr, qıcolmalar var. Ümumiyyətlə, keyliyi, uyuşməni, keyliyi verən nədir? Ən çox damar xəstəliklərində, ən çox şəkər xəstəliyində və bəzi hallarda onurğa sütununun büzdüm hissəsində və yaxud da bel hissəsində nə verir? Orada olan sinir sıxılmaları, protruziya deyirlər və yaxud da ki, yırtıqlar, qrica deyirlər də, rus sözündə bizim adamlar ən çox yırtıqlardan verir. O sinir gedir aşağı və normal fəaliyyət keçiriciliyi normal olmaq üçün uyuşma, keylik verir. Dediyim kimi, şəkər xəstəliyində daha çox rast gəlir. Və yaxud da bəzi hallarda görürsən, yatdığı yerdə birdən ayağından birində qıc olma olur, tez qışqırır, hamı gəlir, evdəkilər onun ayağını masaj edirlər, güclə ayağını açırlar. Bütün bu xəstəliklərin müalicəsində arı zəhəri, apiterapiya ilə müalicə çox əvəzsizdir. Çox qısa müddətdə qıc olmanı da götürür, uyuşuyu da götürür, o keyliyi də götürür. Gürcüstandan bir xanım var, çox gözəl bir insandır, gözəl bir ailə başçıdır. Deyir, nəsə gəlir, miqrenlə müalicə olunur, baş ağrısından. Bilirsiniz də, miqrenin müalicəsi bizdə çox yüksək səviyyədədir. Baş ağrısından insanları azad edirik. Birdən dedi ki, doktor, mənim bu iki barmaqlarımın ikisində də hər iki barmağımda, axırıncı, dördüncü, beşinci barmağımda keylik var. Mən neyim? Dedim, heç onu həll elər nə var? Dedi, nə həll elər? Dedim, arı. Arı sancdıq, səhər sevmiş, gəldi, çay doktor. Mənim barmaqlarımdakı keylik getdi, mən tuta bilmirdim. Ondan sonra hər gün, indi düzəlib yenə də davam elətdirir. Ağrı sancmasından o barmaqlarına və sonra da yuxarı hissəsinin bilək nahiyəsinə ağrı sancdırır. Yəni, arı zəhəri insanın ən qiymətli müalicəsidir. Allahın insana verdiyi ən qiymətli müalicə növüdür. Ondan yuxarı heç nə yoxdur. Arı zəhəri saçdan dırnağa qədər orqanizm bütün xəstəliklərində əvəzsizdir, xüsusilə də təbii ki, revmatizmdə, miqren xəstəliyində, damar xəstəliklərində, başda olan səs-küydə, baş gicəllənmədə, sinir və əzələ ağrılarında, oynaq ağrılarında, osteoxondrozda, elə yırtıqda, protruziyada, yəni sinir sıxılmasında əvəzsizdir. Revmatizmdə də məni həyata arılara borcluyam, arı zəhərinə borcluyam. Təbii ki, arı zəhərinlə bərabər arı məhsulları da çox qiymətlidir.